bugünkü epidemiya dövründə cənazə namazında iştirak etmək olarmı? Və əgər olarsa, bu hansı formada olmalıdır? Yəni, bir neçə nəfər qılmalıdır, həmçinin məsafə olmalıdır, yoxsa necə? Ümumiyyətlə, demək, cənazə namazı, bunu deyim ki, ilk olaraq bunu deyim ki, cənazə namazı fardu kifayədir. Yəni, hökmü fardu, yəni, bir qrup müsəlman yerinə yetirərsə, digər qrup insanların üzərindən, müsəlmanların üzərindən artıq düşür. Və bu məsələdə artıq qayıtmaq lazımdır qanunvericiliyə. Yəni, mən bilmirəm, yəni, bizdə nə cür nəzərdə tutulub. Əgər icazə verirlərsə, yəni bir qrup insanın namaz qılınması, sözsüz ki, əgər fərz namazlarını alimlər icazə verirlər ara məsafəsi ilə qılmağa, bu xəstəlik səbəbindən, ehtiyat baxımından, əgər icazəlidirsə, o zaman cənazə namazı da həmçinin o qaydada qılınır və bildiyimiz qədər biz fərz namazlarını, yəni hansı ölkələrdəki artıq icazə veriblər qılmağa, məsafə saxlayıb qılırlar. Və alimlər bunu icazəli görür. İcazəli görürlər. O halda həmçinin cənazə namazı da eyni qaydada. Əgər müəyyən say təyin olunubsa, yəni qanun tərəfindən o sayı nəzərə alınaraq və həmçinin ara məsafəsi qoyularaq qılınmasında bir problem yoxdur. Allah razı olsun.